Qarabağda iş var yoldaşlar, Qarabağda iş var. Qarabağda bir sıra işlər var. Mən onlardan bir neçəsindən bəhs etmək istəyirəm. Misal üçün, Qarabağda resepsiyon işi var, sonra aşpaz işi var, sonra bankda, Rabitə Bankda Xankəndində müştəri xidmət təmsilçisi işi var. Bu işlər, yəni, az şərtli işdir, misal üçün, bu Rabitə Bankdakı. Gəlin daha ətraflı məlumat verim sizə. Allah qoysa. Deməli, Tabia Groupsun tabeliyində Hilton otel olmalıdır, bəli. Hilton Garden-in Ağdam otelində resepsiyon işi var. Kim olmalısınız? Güclü kommunikasiya bacarığınız olmalıdır. Detallara diqqət eləyən şəxs olmalısınız. Peşəkar xarici görünüşünüz olmalıdır və qonaqpərvərlik sahəsinə ciddi marağınız olmalıdır. Bu işə də müraciət etmək üçün elektron poçtalarından CV-nizi göndərə bilərsiniz. Bundan əlavə, ümumiyyətlə bu işlərə və bənzəri işlərə və yaxud da bənzər olmayan digər işlərlə də tanış olmaq üçün və yaxud da müraciət etməkdə dəstəksizsə, onunla bağlı özəldən yaza bilərsiniz bizə. Deməli, davam eləyək. Kəlbəcər layihəsi var yoldaşlar. Qarabağ Cateringdə iş var. Mən sizə orada bir sıra iş də var özdə bu arada. Hətta aşpaz işi var. Hansı ki, onun 3 növü var yoldaşlar. Yəni, baş aşpaz, bir də aşpaz köməkçisi variantı var. Ondan sonra orada salatçı işi var. Onların indi mən sizə əmək qısım demək istəyirəm. Amma ilk öncə baş aşpaz kateqoriyasının olan haqqında məlumat vermək istəyirəm. Misal üçün, baş aşpaz variantı var. Özdə bu arada ona həm xanımlar, həm bəylər müraciət edə bilər. Yəni, cins ayrı seçkiliyi yoxdur. 1000 nəfər üzrə yemək istehsalında iş təcrübəniz olmalıdır. Catering və ya iri mətbəxlərdə baş aşpaz təcrübəsi tələb olunur sizdən. Bu, baş aşpazdan tələb olunan işdir və daha doğrusu tələblərdir. 1200-1500 manat verir. Bəli, az əmək haqqı oxşuyur. Deməli, bundan əlavə elə oxşuyur deməyə, elə azdır əmək haqqısı. Deməli, bundan əlavə Catering 145 qrupunda Kəlbəcər layihəsi üzrə iş var. Onun, belə deyim, aşpaz olan variantıdır. Yəni, aşpaz köməkçisi variantı deyil. Burada da catering və ya böyük mətbəxdə təcrübə tələb olunur. Kütləvi yemək istehsalı bacarığı tələb olunur. Burada isə əmək haqqısı 800.000 manatdır. Fikir verdinizsə, baş aşpazda 1000 və daha yuxarı, 1000 nəfərdən yuxarı olan yemək pişirmə bacarığı tələb olunurdu və baş aşpaz kimi təcrübə tələb olunurdu. Burada isə 800.000 manat verir. Burada da cins məsələsi eynidir. Yəni, xanım və bəylər müraciət edə bilər. Hər iki cinsin nümayəndəsi. 145 qrupda, Catering 145 qrupunda Kəlbəcər layihəsi üzrə digər işlər də var. Orada aşpaz köməkçisi işi var 800.000 manatlıq, aşpaz işi var 900.100 manat, az öncə bildirdim. Salatçı işi var 809 manatlıq, mətbəx köməkçisi işi var 600 manatlıq, ambardar fəhlə işi var 800 manatlıq. Qeyd edim ki, şirkət tərəfindən yaşayış yeri, gündəlik qida təminatı, Bakıdan nəqliyyat təminatı ilə də təmin oluna bilirsiniz. Xankəndindəki iş isə müştəri xidməti təmsilçisi işidir, Rabitə Bankdadır. Burada da tələbləri, əsas tələbləri, diqqət etməniz gerəkən məqamlardan biri budur ki, ali təhsil tələb olunur. Ofis proqramları üzrə bilikləriniz olmalıdır. Rus dilini sərbəst danışmaq bacarığınız olmalıdır. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmaca çətinliyi çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunur. Siz bu videoya Toğrul adlı kanalda baxırsınızsa, orada kanalın adında toxunaraq kanala daxil ola bilərsiniz, kanalın profilində əlaqə vasitəsini görə bilərsiniz. Görə belə bilmirsinizsə, ola bilər texniki avadanlıqlardan yaxşı istifadə etmə bacarığınız yoxdur. O zaman elə videonun altında rəy yazmaq, şərh yazmaq, komment yazmaq bölməsi var. Həmin o bölmədən istifadə edərək soruşa bilərsiniz əlaqə vasitəsini.